Əzizlərim, hər birinizi xoş gördük. Bu videoda ilk öncə olaraq sizə pulla bağlı yaşadığım eksperimentlər, yaşadığım təcrübələr, real bir psixoloqun, parapsixoloqun, enerji terapeutinin özünün həyatında tətbiq eləyərək əldə etdiyi nailiyyətləri bölüşəcəm əzizlərim. İlk öncə olaraq istəyirəm nədən başlayaq ki, hər bir insan, hər bir şəxsiyyət özünün bir hekayəsinə sahibdir. Bu hekayə hardan başlayır? Bizim doğulduğumuz ailədən, köklərdən, ana, ata, nəsil, ocaq, qohum və bu bizim yaradılışımızdır. Yəni biz artıq bir şəxsiyyət olaraq yarandıq. Hər hansısa bir mühitdə, situasiyada və sonra bizim özümüzün yolumuz var, inkişaf dəstə xəttimiz, müəyyən istədiklərimizə çatmaq və müəyyən bir keçid etmək, digər ruhani aləmlərə səyahət etmək. Yəni buradakı məqam pulun sizə ötürülməsidir. Pul enerjisinin, pul kodunun, eşitdiyimiz çox məşhur Instagram, TikTok layihəsi olacaq, milyoner düşüncəsi olacaq, belə deyək, ideya, harda ki, həqiqətən anlayacaq kəzlərim. Milyoner kodu həqiqətən ilk öncə olaraq insanın nəslində genetik olmalıdır. Yəni dədəniz, babanız, ananız, atanız varlı bir nəsildir və varlı nəsillərdən gəlir. Çünki artıq o insanlar həmin pula sahibdir və o pulla bağlı onların yaratdığı xüsusi genetik kod var. Pulları yaxşı mı olubdu və yaxud da nəsə işlərimi alınmayıbdı, yox, hər cür situasiyalar var. Və o kod sizə verilir. Siz doğularkən artıq genetik olaraq kollektiv şuur, energetik anlayışından sizə ötürülür bunlar artıq. Və şuur altınız bunu kodlayır əzizlərim. Digər bir məsələ ondan ibarətdir ki, bizim nəslimizdə ümumiyyətlə milyoner kodu olmayıb. Yəni, varlı nəsil olmamışaq. Əsrlərlə, neçə, belə deyək, tayfa ilə, məsəl üçün, varlıq olmayıb. Kasıb mı olmuşuq və yaxud da özümüzə mi yetib, yox. Və yenə də biz, belə deyək də, bu ailədə doğularkən həmin genetik kodu almış oluruq, şuur altımızı kodlamış oluruq əzizlərim. Bugün müasir dövrdə biz sizinlə əzizlərim, pulun, belə deyək də, çox güclü şəkildə transformasiya etdiyini görürük. Yəni, artıq pul kağız ekvivalentindən keçir elektron ekvivalentə. Yəni, artıq onlayn, belə deyək də, bizim ödəmə sistemlərimiz, kriptovalutalar və biz həqiqətən bu deyimə yaxınlaşırıq ki, pulun özü bir enerji deməkdir. Və bu enerji sadəcə olaraq müəyyən fiziki formaya sahibdir ki, harada ki biz kağız pulları deyirik, belə deyək, kartımızı deyirik, bank kartımızı və yaxud artıq aplikasiya, elektron hardakı pullar saxlanılır. Bunun hər biri artıq enerjidir və biz buna artıq alışırıq. Yəni, 1 milyon dollar deyərkən, belə deyək də 1 milyon kağız pulları təsvir etmək, bu artıq dar təfəkkürdür pulla münasibətdə. Biz 1 milyon, məsəl üçün, mənim hesabımda elektron versiyada indi dayanıb, yox. Orada həmin kağızlar mı dayanıb? Xeyr əzizlərim. Rəqəmsal aləmdə olacaq dayanmış enerjidən və biz ona toxuna bilmirik, yox, biz onu sadəcə idarə edirik. Bu anlayış bizə kömək olur ki, biz başa düşək ki, pul enerjidir. Hər bir enerjinin özünün sevdiyi, sevmədiyi proseslər var və hər bir enerji şəxsiyyət kimidir. Necə ki, biz sizinlə şəxsiyyətik, pul da eyni ilə şəxsiyyətdir və bir enerjidir, bir ruhdur, belə deyək, ruhani enerjisel formadır. Sizə anlattığım kimi ki, nə zaman ki biz ailədən, yəni nəsildən alacağımız müəyyən genlər var ki, bizə pulla artıq olacaq münasibətdə ya mani olur əzizlərim, ya isə kömək olur. Məsəl üçün, mənim özüm, Məmişova Rəna, bugün diri 37 yaşım, Bakıda doğulmuşam. Binəqədi qəsəbəsi, Binəqədi rayonu, necə deyərlər, qardaşlar Şadlıq sarayı. Mənim anam Cəfərova Dilarə, atam Məmişov Məmiş bir o qədər varlı bir, belə deyək, pullara sahib olacaq insanlar olmayıb. Nə mənada əzizlərim? İlk öncə olaraq İrəvanlı olduğumuz üçün İrəvanda anamın və atamın çox böyük torpaq sahələri, çox böyük mal qaraları, necə deyərlər, varlı nəsillər olublar. Yəni çoban nəsilləri, varlı çoban nəsillər. Harada ki pullar meşoklarlandır, qızıllar əzizlərim. Yəni bunu mənim, belə deyək də, anamın, atamın, ətrafımın, necə deyərlər, qohumumun, özümün etdiyim çox dərin, necə deyərlər, transformasiyalarda bunun hər birini görmüşəm.
Və ilk öncə olaraq ailəmdəki olacaq, belə deyək də, erməni müharibəsi və bütün nəslin hər birinin Bakıya köçürülməsi və bütün, belə deyək, mal, dövlət, mal-qara hamısı orada qalır və Bakıya gəlməsi və mənim atamın ilk öncə olaraq, yəni deyirik, buğalter olaraq Moskvada, deyirik, Lujniki necə deyərlər, ticarət mərkəzində işləməsi, bizim varlı bir ailə olmağımız və ondan sonra isə işinin alınmamağı, yəni yenə həmin bax o zərbə məqamı necə nəsildə olubsa da atamın həyatında oynanılmağı ki, atam varlı idi, atam gözəl pul qazanırdı, biz gözəl yaşayırdıq və müəyyən hər hansısa ailə daxil olacaq situasiyalarda atam yəni özünün vəzifəsindən olur, Bakıya geri gəlir və bizim ailəmizdə müəyyən maddi çöküşlər erası başlayır əzlərəm. Harda ki atam belə deyək ev tikməsi, ustalıq işindən başlayır, anam isə evdar xanımdır, işləmir və ondan sonra isə məcbur olaraq çıxır, artıq belə deyək restoran olacaq anlayışında işləyir və nə? Bu mənim hekayəmdə əzlərim. Yəni hər hansı belə deyək də sizə nəyisə izah edirəmsə, anlamağınız lazımdır ki, bu bizim real həyatımızdan olan prosesdir. Bu indi mənim hekayəmdəki, mən sizə izah edirəm ki, mən hansı maddi koda, maddi genlərə, maddi süjet xəttinə, belə deyək, həyat ssenarilərinə sahib olacaq yerdə doğulmuşam. Mənim doğuluşum, belə deyək, 7 ildən sonra olub ailədə və artıq doğulanda, məsəl üçün, mən atamın yadımdadır ki, bizə Moskvadan pasilkalar göndərməyi, varlı bir həyat yaşamağımız, məhəllədə, məsəl üçün, heç kəsdə olmayan bir proseslərin bizim evimizdə olmağı və ondan sonra artıq, yəni, atamın geri dönməyi, bu prosesləri, yəni, mən hələ də, necə deyərlər, yaddaşımdadır. Və əzizlərim, ailənin içərisindəki artıq qorxu senariləri başlayır ki, harda ki, belə deyək də, bunu indi mən artıq böyüdükdə, psixoloq olduqda və özümün maddi, necə deyərlər, həyatımı bərpa eləyəndə aşkara çıxartdığım proseslərdir. Birincisi, situasiyaya içərdən, daxildən baxanda, mən özümlə işlədikdə atamın hər dəfə qorxusu mənim hər hansısa bir etapa qalxanda o qorxu nəsil anlayışında məni tuturdu əzlərim. Mənim özüm Azərbaycanda ilk öncə olaraq belə deyək, dövlət orqanlarında işləmişəm və çox güclü bir maaşım olmayıbdı. Sonra isə necə deyirlər, Rusiyada psixologiya universitetində oxumuşam və ondan sonra ailə həyatı qurub İstanbula köçmüşəm və İstanbulda onlayn üzərindən psixologiya necə deyirlər seansı və psixologiya təlimləri, ali magiya təlimləri verməyə başlamışam və bunun əsasında öz üzərimdə işləyərək maddi gəlirlərimi artırmışam əzizlərim. Və bunun hər biri mənim, belə deyək də, özüm tərəfindən işlənilib, terapevtlərlə birlikdə, ustadlarımla birlikdə, aldığım təlimlərlə birlikdə, harda ki, mən həqiqətən maddi genofondumu dərindən analiz edib şəfalandırırdım və real həyatımda dəyişimi görürdüm. Düşünün ki, əzizlərim, mənim, məsəl üçün, maddi gəlirlərim hər dəfə olub, yəni Azərbaycan standartında 500 manat anlayışı, 600 manat anlayışı, və mənim şuurum bu prosesə alışmışdı. Yəni Azərbaycanda yaşadığım müddətdə ondan da aşağı olacaq maaşlarda olmuşam və daima fiziki aktivlik, amma gəlir aşağıdır. Öz üzərimdə işləməyə başlayarkən, harda ki artıq mən psixoloq olaraq, yəni özümün bacarıqlarımı ortaya qoyuram və mənim gəlirlərim artır əzizlərim. Yəni harda ki mən ayına artıq 500 manat, 2000, 3000, 4000, 5000, 10000, 15000, 20000 və mənim şuurum bu prosesləri çox rahatlıqla, yəni level, səviyyə algılayaraq gəlirdi. Yəni birdən-birə, məsəl üçün 500 manat qazanan insanın şuuru 25.000 manatı götürə bilmir, başa düşürsünüz, disbalans. Buradakı olacaq düşüncələr dəyişməlidir, buradakı olacaq qorxular dəyişməlidir. Mənim o məbləği özümə layiq bilmə məqamlarım, özdəyər məqamları dəyişməlidir. Və buradakı sistem əzizlərim aşağıdan başlayır, mərtəbə anlayışından ki, məsəl üçün birinci, mən nəyə görə istədiyim məbləğ yoxdur həyatımda, yox. Məsəl üçün, mənim istədiyim məbləğ 5000 manatdır. Mən hər dəfə özüm üçün məbləğlərimi qeyd edirdim ki, məsəl üçün, fokus, diqqət önəmlidir. Və bu 5000 manatın mənim həyatıma gəlməyinə mane olan iç səbəbləri nədən ibarətdir? Birinci mərtəbə ondan başlayır ki, mənim içində qorxu var. Mən ümumiyyətlə pulu, belə deyək də, arxaya atmaq, pulu yığmaq, pulu birikdirmək, müəyyən böyük bir məbləğ saxlamaq, sonra nəyəsə investisiya etmək anlayışı ümumiyyətlə yoxdur əzizlərim. Yəni mən qəpiyinə qədər pul gəlir və xərcləyirəm. Bunun üzərindən çıxış eləyərək, onun altında yatan qorxulara baxıram ki,
Niyə mən məhz pul mənim həyatıma gələn kimi, fərqi yoxdur, qəpikdirmi, kağızdırmı, üstümdə çoxlu pul olarkən mən elə bil sanki deyir, darıxırammı, o deyir, qıdıqlanırammı, yox, didinirəmmi, bu pulu xərcləməliyəm, bu pulu xərcləməliyəm. Mənim içimdən bu his gəlir, amma mən fərqinə vara bilmirəm əzizlərim. Və həmin məbləğ sadəcə olaraq gəlir və xərclənir və elə proses alınır ki, mənim arxada pulum yoxdur və əlimdə pul yoxdur, mən pulun gəlməyini gözləyirəm. Bunun içərisində əzizlərim çox güclü bir dərin yatan nəsildən gələn qorxunu gördüm ki, bizim nəsli pulu olduğuna görə öldürüblər. Yəni atam tərəfdən 2 qardaş güllələnilib, nə də pulu var deyə onlara hətta belə deyək də söyləyiblər ki, pulları var, satıblar və onları güllələyiblər. Nəslin içərisində çoxlu hekayələr var ki, hardakı nəsil varlıdır, qolçamaqlar tərəfindən tutulubdur. Bibimin anlatdığı hekayələr ki, hardakı belə deyək də babanın qardaşını polislər tutubdur və evdə əgər pul tapsalar gəlib öldürəcəklər, pulu deyir meşoklarından atıraq. Bu qorxu mənim nəslimdən mənə ötürülüb əzizlərim, genetik olaraq. Və mən şuursuz olaraq bu qorxunu yaşayıram, amma fərqinə varmıram. Niyə mən puldan qorxuram? Niyə mən böyük məbləğlərdən qorxuram? Bunun üzərində işlədiyim çox dərin bir meditasiya olmuşdur əzizlərim ki, hardakı terapevtimlə bunu işləyirəm və dəqiq olaraq oturub meditasiyada həqiqətən yanında böyük bir çamadan, içərisində böyük milyon dolları təsəvvür elə. Və ilkin reaksiyan nə olacaq? İlkin hissin nə olacaq? Və bu prosesə daxil oluram əzizlərim və hiss edirəm ki, pulu görən kimi istəyirəm ki, çamadanı götürəm, qaçam, gedəm evdə qoyam şkafın içərisinə. Yəni böyük pullardan söhbət gedir və həmin qorxu hələ də məni idarə eləyir. Və bunu kənardan müşahidə edən insan kimi başa düşürəm ki, oba, yəni niyə mən bu pulları qəbul etmirəm, niyə gəlmir, niyə reallığımda baş vermir? Bunun artıq dərin şəfasını nəslimdə, belə deyək də, ruhlarla, energetik olaraq işləyərək, şəfalandıraraq ki, həmin məsələ məndə bərpa olunur. Mən hiss edirəm ki, artıq mən aylıq 30 minə rahat qəbul edirəm və 30 min məqamı məni üzmür, məni yormur. Mən bunu hara gəlib investisiya etməyi düşünürəm. Mənim artıq maddi, necə deyərlər, təhsil almağım, pulla nə cür idarə etmək, buğalteriya işi, açot, uçot, gəlir, gedər, necə deyərlər, pulun sistemindən işləmək. Bu proses mənim həyatımda artıq İstanbulda mərtəbə yığılır əzizlərim. Yəni mən sizə dərin özümün, belə deyək də, şəfa metodlarımı anladıram ki, nələrdən mən özüm keçmişəm və real, necə deyərlər, verəcəyim nəticələrdir. Harda ki, həmin mərtəbə qurulduqca sən artıq özünü komfortda hiss edirsən. Yəni sənin üçün artıq məsəl üçün 20 min, 30 min reallığı əladır. Buna uyğun həyat, belə deyək, keyfiyyəti, xarakteri, necə deyərlər, hər şeyi qurmusan. Və insanın içərisində təbii ki, həmin o böyümə məqamı, yəni daha böyük məqamlara getmək məqamı var. Buradakı mənim işlədiyim məqam nədən ibarətdir? Münasibətlər ortaya çıxdı. Yəni partnyor münasibətləri ki, hardakı partnyor, yəni sevgi anlamı, mənim necə deyərlər, Baliyə gəlmə dövrüm və bütün ustadlarım mənim məhz münasibətə yönəltməyi. Mən isə münasibətdə okeyim, amma nələri görə bilmirəm. Hardakı mən böyümək istəyirəm, partnyor isə qorxur və gedə bilmir. Və mən burada disbalansı görürəm ki, niyə mən artıq istədiyim səviyyəyə qalxa bilmirəm. Təbii ki, bu prosesdəki olacaq mənim böyük bir transformasiya, necə deyərlər, yolumun keçməsi və belə deyək, pula artıq bolluq və bərəkətə artıq tamamilə fərqli içdən olacaq gözdən baxmağım. Və təbii ki, bu yolun hələ də davam etməyi, çünki maddi enerji daima inkişafda olan enerjidir, böyüyən enerjidir. Və biz nəyi içdə dərk edib, hansı bizə mane olan faktorları çıxardırıqsa, reallıq buna o saat bizə maddi ekvivalentdən cavab verir. Yəni, doğru yoldasan, al bu sənin hədiyyən. Və bu pul anlayışında gəlir, bolluq, bərəkət anlayışında gəlir. Sizin hər hansı bir, belə deyək də, uğurlu insanlarla qarşılaşmağınız, işlərinizin alınmağı, borçlarınızın geri qaytarılması, insanların peyda olması, iş təkliflərində artım gəlir. Yəni, sən içdəki maniyəni çıxartdın və artıq pul sənə axaraq gəlir. Ümidvaram ki, əzizlərim, yəni bu videoda bir çox prosesləri anladınız, çünki burada məni izləyən psixoloqlar, koçlar var,
ümumiyyətlə pul enerjisini intuitiv duyanlar, onu həyatında tətbiq edənlər var. Növbəti videolarda sizə yenə pul haqqında və pulun enerjisi haqqında məlumat verəcəm. İstəyərdim ki, ilk öncə olaraq kanala abunə olasınız və bu videonun paylaşımını eləyəsiniz ki, çoxlu insanlar bu enerji haqqında duysunlar, aydınlansınlar, onların da maddi gəlirləri dəyişsin və həmçində bəyənməyinizi istəyəcəm bu videonu. Rəylərdə isə maddiyyatla bağlı sizi sıxan nə var və hansı bir videonun hazırlanmağını istəyərdinizsə, onu yazmağınızı istəyəcəm. Öpürəm hər birinizə maddi uğurlar arzu edirəm. Anlamalısınız ki, maddiyyatı siz yaradacaqsınız və hər şey sizin əlinizdədir. Öpürəm, hələlik.